Salam, xoş gördük hər birinizi. Mən Ramin Əzzov. Bugün qonağım Bəxtiyardır, sağ olsun təklifimi qəbul elədi. Bugünkü videomuz FRM barədə olacaq, yəni Financial Risk Manager. Sertifikasiya barədə detallar, necə hazırlaşmaq olar, harada hazırlaşmaq olar və s. Amma əvvəlcə Bəxtiyar, mən səni yaxından tanıyıram. İzləyicilər üçün zəhmət olmasa qısaca özünü təqdim elə. Hələ ki, karyeran barədə çox detallı danışma, çünki sual listimi ona uyğun qurmuşam. Qısaca özün barədə Bəxtiyar kimdir? Bir 5-6 cümləlik zəhmət olmasa. Salam Ramin, xoş gördük. Öncə təşəkkür edirəm dəvət üçün. Adım Bəxtiyar, 2021-ci ildə İqtisad Universitetindən Beynəlxalq İqtisadiyyat Məktəbi fakültəsində maliyyə ixtisası üzrə məzun olmuşam. Daha detallı məlumat verməyim, amma ondan sonra Paşa Bankda çalışmışam və hal-hazırda Citibankda model risklərinin idarə edilməsi üzrə fəaliyyət göstərirəm. Təşəkkürlər. Anladığım qədər İqtisad Universitetində Beynəlxalq İqtisadiyyat Məktəbini bitirmisən. 665 balla universitetə qəbul olmusan, ikinci qrup üzrə. İxtisasın maliyyə olub. Universitet ixtisasını nəzərə alsaq, maliyyə karyerana nə vaxt başlamısan, necə başlamısan, bu prosesi, sualları yavaş-yavaş artıq sertifikasiyaya yönəldəcəyik. Qısaca iş təcrübəndən maliyyənin hansı hissələrini görmüsən, bu barədə zəhmət olmasa? Çox sağ ol Ramin. İlk öncə universitetdən başlayım ki, maliyyə ixtisasında maliyyənin bir neçə həm risk management, həm corporate accounting, həm corporate finance daha çox şaxəli hissələrinə fokuslanırdı bakalavr vaxtı. Amma artıq iş həyatına başlayandan sonra daha spesifik sahələrə fokuslanmağa başladım. Məsələn, mən bundan əvvəlki Paşa Bankda çalışdığım sahə kredit analitikası idi və korporativ kreditlərin təhlili ilə məşğul olurduq və o daha çox kredit risklərinin idarə edilməsi ixtisası üzrə idi. Bu, belə deyək, risk managementin bir subkateqoriyasıdır. Hansı ki, risk managementdə geniş miqyasda financeın, yəni maliyyənin bir kateqoriyasıdır. Hal-hazırda çalışdığım sahə isə model risklərinin idarə edilməsidir. Bu da dediyim kimi geniş perspektivdə risklərin idarə edilməsinin, o da öz növbəsində maliyyənin bir hissəsini təşkil edir. Belə ümumi samap eləsək, universitet dövründə bir neçə sahəyə ekspoz oluruq, amma ondan sonra iş həyatına başlayandan sonra daha maliyyənin daha spesifik sahələrinə yönəlmişəm. Təşəkkürlər. Nəzərə alsaq ki, hal-hazırda Avropada çalışırsan, dünyanın qabaqcıl banklarından birində aparıcı mütəxəssis olaraq. Pozisiyanın adı AVP, Assistant Vice President gedir, amma struktur bölgüsündə senior, yəni baş mütəxəssis vəzifəsinə uyğun gəlir, model risklərin idarə edilməsi. İndi sertifikasiya detallarına başlasaq. Bu sertifikasiyaya qoşulmağa, yəni Financial Risk Management, əvvəlcə bunun izahını verək, daha sonra isə necə qərar verdin hazırlaşmağa və s. bunları soruşacağam. Əsas məsələ, birinci fokuslanaq. Bu FRM sertifikasiyası nədir? Açılışı qısaca sertifikasiyanı təsvir eləmək üçün zəhmət olmasa. Okay, deməli FRM açılışı Financial Risk Manager'dir və GARP, yəni Global Association of Risk Professional, bu Necə olur? risk professionallarının qlobal assosiasiyası, belə hərfi formada tərcümə eləyəsi olsaq və onların təqdim elədiyi bir sertifikasiya proqramıdır, hansı ki, sırf fokuslanır risklərin idarə edilməsinə. Çünki ümumilikdə maliyyə sahəsində 3 böyük sertifikat var, hansı ki, Finance'ın trikoronası hesab olunur. Bunlara daxildir CFA, FRM və KAIA, hansı ki, Certified Alternative Investment Analistdir. CFA və KAIA daha çox investment proyektlərinin və ümumiyyətlə portfoliyonun idarə edilməsi ilə bağlıdır, amma FRM daha çox fokuslanır maliyyə sahələrinin, maliyyə institutlarının, bankların ya da fondların risklərini idarə edilməsinə. Yəni daha çox geniş maliyyə perspektivindən yox da spesifik olaraq həmin maliyyə institutlarının daxilində risklərin idarə edilməsinə fokuslanan bir sertifikatdır. Onda düz başa düşdümsə, maliyyənin trikoronası adlandırdığımız, yəni 3 tac deyək də buna. 3 samballı və nüfuzlu sertifikasiya var. KAIA alternativ investisiyalara fokuslanıb, FRM risk sahəsinə fokuslanıb, CFA maliyyə analitiki hissəsinə fokuslanıb. Üçü də qlobal səviyyədə tanınan və dünyanın demək olar ki, bütün ölkələrində keçərli olan sertifikasiyadır, yəni qlobal bir sertifikatdır. Biz hal-hazırda danışırıq o sertifikasiyalarından birindən və bunlar bir-birinin ardı və ya davamı deyil. Yəni bunların bir-birinə xüsusi bir əlaqəsi yoxdur. Sadəcə üçü də maliyyədən danışdığı üçün biz bunların adlarını sadaladıq. FRM özü müstəqil bir sertifikasiyadır. İndi
əvvəlcə bu FRM-dən danışmamışdan qabaq gündəlik həyatdan nümunələr ola da bilər, işlə nümunə də. Ümumiyyətlə risk nədir? Yəni bu sahədə çalışan bir adam riski necə görməlidir? Risk anlayışı nə olan bir məfhumdur? Okay. Riskin digər bir tərifi qeyri-müəyyənlikdir. Yəni əgər hər hansısa bir biznesin fəaliyyətində qeyri-müəyyənlik varsa, bu o deməkdir ki, həmin biznesdə müəyyən bir risk mövcuddur. Okay, risk deyəndə çox vaxt maliyyəçilərin ağlına banklar və ya digər maliyyə institutu gəlir, amma non-financial kompaniyalar, hansı ki qeyri-maliyyə şirkətləri, hansıların ki fəaliyyətində müəyyən qeyri-müəyyənlik varsa, onlarda da artıq onların da biznesində müəyyən qədər risklər mövcuddur. Məsələn, istənilən bir şirkəti nümunə göstərək ki, retail-la məşğuldur və ya mal alqı-satqısı ilə, pərakəndə satışla və ya topdan satışla məşğuldur. Pərakəndə satışda adətən biz satdığımız məhsula görə nağd pulu çox qısa bir müddətdə, hətta əksər hallarda anında alırıq ödənişlər, amma topdan satışlar zamanı adətən müştərilərə güzəşt müddəti təqdim olunur. Bu 30 gün, 2 ay və ya müxtəlif müddətlər ola bilər kontraktdan asılı olaraq. Biz əgər həmin müştəridən 30 gün ərzində ödənişi gözləyiriksə, həmin müştərinin ödəniş eləyib eləməyəcəyi qeyri-müəyyəndir artıq bizim üçün. Düzdür? Bu qeyri-müəyyəni artıq həmin o satışlarla bağlı müəyyən bir risk faktorudur. Hansı ki biz ona kredit riski deyirik. Bizə olan borcunu qarşı tərəf bizim qarşımızda olan öhdəliyini icra eləyə biləcəkmi yoxsa yox. Dediyim kimi ümumiləşdirsək, hər hansısa bir fəaliyyətdə qeyri-müəyyənlik varsa, demək olar ki, bizneslərin əksəriyyətində var. Həmin biznesin daxilində bir risk faktoru mövcuddur, belə deyək. Əla. Onda riskə qarşımızda gələcəkdə baş verə biləcək hadisələrlə bağlı əmin olmadığımız məsələlərə risk deyirik və biz bunu sığortalamaq üçün və yaxud da məsələdən daha əmin hala gəlməyimiz üçün müəyyən hesablamalar aparmalıyıq. Və FRM də anladığım qədər bu prosesdə bizə kömək ola biləcək nəzəriyyə toplusudur. Hansı ki praktikadan qaynaqlanır, beynəlxalq praktikadan qaynaqlanır. Əla. İndi birbaşa sertifikasiyaya fokuslanaq. FRM nədir? Və bu nə barədə danışır? Yəni mən kitabı açanda nəyi görsəm təəccüblənməməliyəm və yaxud da gözləntim nə olmalıdır? Hələ ki material olaraq sertifikatdan sonra gözləntilərə gələcəm. Okay. İlk olaraq onu qeyd edeyim ki, imtahan 2 leveldan ibarətdir və biz şərti olaraq bu 2 levelu, birinci levelu öyrənmə, ikinci levelu tətbiq eləmə, 2 mərhələ deyə bilərik. 2 mərhələ deyə bilərik, bəli. O part 1 və ya part 2 dediyimiz 2 mərhələni öyrənmə, birinci və tətbiq etmə steplərinə bölə bilərik. Birinci leveldə biz adətən foundational konseptləri başa düşməyə çalışırıq. Risk menecmentdə istifadə olunan risk ümumiyyətlə nədir? Riski biz necə manage edirik, necə identify edirik, necə measure edirik? Bu tipli ilkin anlayışları və ilkin statistical anlayışları öyrənirik. Artıq ikinci leveldə öyrəndiklərimiz əsasında banklar, fondlar, digər maliyyə institutları həmin o konseptləri və risk menecment toollarını nə formada tətbiq edirlər. Artıq daha çox ona fokuslanırıq. Artıq növbəti suallarda mən həmin o kitabların içəriyində də nələrlə qarşılaşacağımızı belə daha detallı şəkildə təsvir eləmək istəyərəm. Təbii ki, görüşümüzün qarşıdakı hissəsində. Əla. Onda düz başa düşdümsə, FRM sertifikasiyası risklərin idarə edilməsinə yönələn bir sertifikasiyadır və 2 mərhələdən ibarətdir. İçəriyi barədə danışacağıq. Necə qərar verdin bu FRM-ə başlamağa? Təbii ki, yoldaşlar, biz sualları təsadüfi olaraq seçmişik, amma təbii ki, mövzumuzla əlaqəli olan suallardır. İstəyirəm addım-addım başlayaq. Bəxtiyar necə oldu sertifikasiyanı verdi, sertifikasiyanın içərisində nələr var idi, bundan sonra nələrlə üzləşdi və s. Bu sertifikasiya verməyə nə zaman qərar verdin ki, bax, bu sertifikat mənə lazımdır? Dediyim kimi, bundan əvvəl çalışdığım sahədə Azərbaycanda Paşa Bankda çalışanda düzdür, bir qədər işim kredit riskləri ilə əlaqədar olsa da, tam şəkildə o texniki analizləri biz eləmirdik. Hansı ki, bankın daxilində özünün kredit risklərinin idarə edilməsi departamenti var. Onlar müəyyən ratiolar, expected loss olsun, probability of default olsun, hansılar ki, kredit məhsullarını ayrılandan sonra artıq onların hesablanması həmin o departament tərəfindən aparılır və bank daxilində bir neçə prezentasiyalar, yəni öyrətmə xarakterli prezentasiyalar olurdu həmin risk timləri tərəfindən və onlar gördüyü işi, gündəlik day-to-day aktivitələrini təqdim edirdilər. Hansı ki, sən başa düşürdün ki, artıq həmin sahə sənə maraqlıdır, yoxsa yox da. Ondan sonra həm də illik performans reviewlarının da bəzən requirementları idi ki, siz işdən kənarda müəyyən şəxsi inkişafla bağlı sertifikatlar olmuş olsun, treyninqlər olmuş olsun, bunları da götürmüş olmalıydınız və ən önəmli səbəb onu deyərdim ki,
Mən artıq 2022-ci ildən etibarən xaricə köçməyi və xaricdə karyeramı davam elətdirməyi planlaşdırırdım və təbii ki, beynəlxalq sferada bu bilikləri, maliyyə bilikləri olmuş olsun, risk bilikləri olmuş olsun, işləmək istədiyim sahə üzrə o bilikləri təsdiqləyən bir sertifikata ehtiyacım var idi. Ona görə 2022-nin oktyabrında köçməmişdən əvvəl avqustda həmin sertifikatı alıb ondan sonra köçmüşdüm, hansı ki, kifayət qədər faydalı və köməkli bir sertifikat olmuşdu mənim tez bir zamanda Avropada iş tapmağıma. Onda düz başa düşdümsə, baxmayaraq ki, universitet təhsilini sırf iqtisadiyyat yönümlü, xüsusən maliyyə yönümlü almışdın, xaricə köçmək planın var idi, Azərbaycanda təcrübən var idi və düşündün ki, qlobal nüfuza sahib olan bir sertifikasiyanı alsam, bu mənə karyeramda kömək olacaq və yanılmadım, oldu. İşə götürülməndə anladığım qədər çox böyük rol olmuşdu, bu barədə danışacağıq. Qısaca yes-no sualları tipində deməyim, yəni hə, yox suallar tipində deməyim. Birbaşa sual verəcəm, qısa hər birinə cavab verək zəhmət olmasa. 1. Harda qeydiyyatdan keçə bilərəm? Qarpın rəsmi saytında bayaq qeyd elədiyim həmin o Qarpın, hansı ki bu sertifikat proqramını, bəli bu qurum sertifikat proqramını təqdim edir. Onların rəsmi saytında qeydiyyatdan keçmək, imtahanı book eləmək və ya digər imtahan və qeydiyyatla bağlı ödənişlərin hamısını eyni sayt üzərindən aparırsınız. Yoldaşlar, kimə maraqlı olarsa, zəhmət olmasa şərh bölməsində qeyd eləyər, detalları və linkləri sizlə bölüşərik. İkinci məsələ. Qeydiyyata artıq qərar vermiş şəxsi hansı tip və nə qədər xərclər gözləyir? Hal-hazırda fevral ayının 28-i 2025-ci ildir. Ola bilər bu videoya növbəti tarixlərdə baxarsınız və məbləğlər dəyişmiş ola bilər və biz sizə təxmini, yəni kiçik yayınmalarla rəqəmlər deyəcəyik. Bəli, Bəxtiyar, qeydiyyata başlayan şəxsi nə qədər xərclər gözləyir? Mən mikrofon tutarım. Okay. Əksər imtahanlarda, əksər sertifikasiyalarda olduğu kimi bu FRM sertifikasiyasında initial registration fee var, hansı ki ilkin qeydiyyat üçün heç imtahan book eləməsəz belə ilkin olaraq $400 bir ödəniş eləməlisiniz ki, artıq profilinizin yaradılması və növbəti periodlarda imtahan book eləməyinizin mümkün olması üçün $400 sabit bir ödəniş ödəyirsiniz. Ondan sonra həm birinci level, həm də ikinci levelın qeydiyyatdan imtahan book eləmək üçün siz 3 formada book eləyə bilərsiniz. İlkin qeydiyyat, standart qeydiyyat və ya gecikmiş şəkildə qeydiyyat. Hər birinin arasında $200 yaxın fərq var. Əgər siz imtahanı registrasiyaya açıldığı müddətdə, açılan kimi, yəni qeydiyyatdan keçsəz, cəmi $600 ödəyib həm Part 1-ın, həm Part 2 examini ayrı-ayrılıqda təbii ki götürə bilərsiniz. Yox, əgər biraz geciksəz, early registration vaxtından keçsəz, standart olaraq $800, yox, əgər çox gec imtahan götürəsi olsanız, onda avtomatik $1000 bir ödəniş eləmək məcburiyyətində olasınız. Bu bir səviyyənin ödənişi $600-dır. Deməli, bir etap $600, ikinci etap $600. Aha. $800. Standart olaraq $800. Yox, o formada yox. Level 1 600, level 2 600, ayrı-ayrı. Bəli, early registration olsa bəli. Aha. Early registration, yəni normal prosedur, heç bir gecikmə olmadan qeydiyyata başlasaz, birinci, ilkin qeydiyyat, yəni hesabın açılması üçün olan $400, ikinci, birinci səviyyə olan imtahan, çünki FRM 2 leveldan ibarətdir. Birinci level imtahan $600, ikinci level imtahan $600. Aha, başqa? Başqa da illik $200 yaxın təxminən bu rate dəyişdikcə dəyişir. Təxminən $200 civarında bir annual subscription fee ödəyirsiniz. O da hesablanır. Siz hesabı açdığınız müddətdən hər 12 aydan bir həmin ödənişi icra eləmək məcburiyyətindəsiniz. Olmasa hesabınız dondurula bilir və yenidən aktivləşdirmək üçün əlavə cərimə ödənişləri də ödəmək məcburiyyətində qala bilərsiniz. Qeydiyyatdan keçəndə hesabın içərisində materiallar və s. kitablar olsun və ya digər texnik məqalələr və s. ola bilər. Nələrə çıxışım olur, yoxsa sadəcə hesab mı açılır orada? $400 nələr daxildir? $400 prosta hesabın açılması daxildir, amma imtahandan qeydiyyatdan keçdikdən sonra siz artıq imtahan kitabları da provide oluna bilər. Amma FRM sertifikatı ilə bağlı kitabları və practice questionlarını, practice bookları provide edən bir neçə provider şirkətlər var, qurumlar var, belə deyək. Amma onların heç biri ödənişə daxil deyil. Artıq siz məsələn practice questionlar ya da mock examlər almaq istəyirsinizsə, özünüzdən əlavə ödənişlər eləyib həmin belə deyək test kitabçalarına və ya mock examlərə accessləriniz ola bilər. Və qeyd edə bilərəm ki,
əgər yəni maddi cəhətdən təbii ki, ola bilər ki, onu afford eləmək gücündə olmayaq. Çünki əksər hallarda tələbələr və karyerasının başlanğıcında olan işçilər hazırlaşırlar bu sertifikata və həmin kitablar, question banklar və mock examlər bəzi Telegram kanallarında, bəzi saytlarda da pulsuz şəkildə əldə eləmək mümkündür. Hətta ucuz şəkildə ikinci əl olaraq da əldə edə bilərsiniz həmin kitabları. Hər hansısa bir təqaüd imkanları mövcuddurmu bu situasiyada? Tələbələr və yaxud da az təminatlı ailə, yəni şəxs hal-hazırda işləyir. Yəni nəzərə alsaq Azərbaycan iqtisadiyyatı üçün kifayət qədər böyük rəqəmdir. Birdən-birə bu qədər məbləğ ödəmək, birdən-birə $1000 və imtahan da müəyyən qədər. Bu pulun geri dönüşü biraz zaman alır. Ona görə də şəxs bu məbləğə hazır olmaya bilər. Təqaüd şansları varmı? Təqaüd şansları deyərdim CFA ilə müqayisədə o qədər də yuxarı deyil təqaüd almaq ehtimalımız, amma təbii ki, FRM-lə yox, daha doğrusu QARP-la əməkdaşlıq edən müəyyən universitetlər var, hansı ki, QARP həmin universitetlərin tələbələrinə müəyyən təqaüd şansları təqdim edir və o təqaüd şanslarının əsas tələbləri onların akademik göstəricilərinin yuxarı olmasıdır. Akademik göstəricilərinin yuxarı olmasını və həmin təqaüdə ehtiyacı hər hansısa bir niyyət məktubu olmuş olsun ya da digər bir sənədlə təsdiq eləyə bilirsənsə, çox rahatlıqla olmasa belə həmin təqaüdü ala bilərsən. Mümkündür, bəli, mümkündür, amma dediyim kimi CFA-dəki kimi common, yəni easily accessible deyil bu mənada. Deyək ki, qeydiyyatdan keçdim, hətta təqaüdü də aldım. Artıq imtahana başlamaq istəyirəm. İndi fevral ayıdır. Bu il ərzində mənim nə zaman imtahan verməyim mümkündür? Yəni imtahanın tezliyi nə qədərdir? İmtahanın müddəti nə qədərdir? Və ardıcında da materiallarla bağlı sual verəcəm. Qeydiyyatdan keçdikdən sonra, yəni nə qədər sonraya imtahan üçün qeydiyyat eləyə bilirəm? Hesab açıldı bu proseslə bağlı zəhmət olmasa? İmtahandan qeydiyyatdan keçmək hesab açmaqla çox da əlaqəli deyil. O daha çox yəni qarşıdan gözlənilən imtahan varmı yoxsa yox ondan əlaqədardır belə deyim. Çünki il ərzində FRM-in hər iki levelu üzrə imtahanlar il ərzində 3 dəfə keçirilir. Standart olaraq mayda, avqustda və noyabr aylarında. 2022-ci ilə qədər Part 2 ancaq mayda və noyabrda keçirilirdi. Avqustda ancaq Part 1 examı keçirilirdi. Amma 2022-ci ilin dekabrından etibarən hər iki levelu il ərzində 3 dəfə may ayında, avqust ayında və noyabr ayında götürmək mümkündür. Amma imtahana qeydiyyatdan keçməmişdən əvvəl fikir verməli olduğumuz məqam onu deyərdim ki, normalda hər iki levela hazırlaşmaq üçün təxminən 250-300 saatlıq bir vaxt tələb olunur. Ona görə siz əgər tutaq ki, indi fevralda may ayına imtahandan qeydiyyatdan keçmək istəyirsinizsə, bu o qədər də məsləhət görülən bir şey deyil. Çünki sizin artıq mart və aprel, maydan da bir neçə gününüz qalıb. Hansı ki, 2 ay yarım o qədər də arzu olunan bir vaxt deyil sertifikata hazırlaşmaq üçün. İmtahanı 150-dən çox ölkədə QARP-la, bəli, Bakıda da var, QARP-la əməkdaşlıq edən imtahan mərkəzləri var, exam centerlər və orada computer-based şəkildə verə bilərsiniz. Təxminən bir 4 saatlıq müddəti əhatə eləyir və imtahan strukturu olaraq hər iki levelda bir 4 saata yaxın müddəti və 100 sual, hansı ki multiple choice questions'dır. Sizə açıq suallar deyil də, yəni sizə verilən case-dən istər nəzər olsun, istər praktiki hər hansısa bir case-in həlli olmuş ola bilər və open question deyil. Siz multiple choice olaraq cavablandırmalısınız. Deməli, qeydiyyatdan keçdik, Bakıda imtahan vermək mümkündür. Ödənişlər barədə də danışdıq. Qeydiyyatdan keçmişik, Bakıda imtahan verəcəyik. İmtahan strukturu barədə danışaq. İmtahan nə qədər müddət davam eləyir? Kompüter əsaslıdırmı, yoxsa qələmlə yazmalıyıq? Açıq sualdırmı, qapalı sualdırmı? Nə qədər bal keçid sayılır? Və s. bu barədə zəhmət olmasa? İlk olaraq onu deyim ki, bayaq dediyim kimi imtahan 100 sualdan ibarətdir və multiple choice questionlardır və təxminən sizə bu 100 suala cavablandırmaq üçün 4 saata yaxın vaxt verilir. Hər iki leveldə bu applicable-dur. Pass rate-lərə gəldikdə isə sizin üçün məsələn ACA-dəki kimi xüsusi olaraq 50%lik bir pass rate yoxdur ki, 50%-dən artıq yığsaz imtahanı keçmiş olursunuz, 50%-dən aşağı olsa fail olmuş olursunuz. Burada bu formada deyil. Sadəcə olaraq hər kitab üzrə, hər section üzrə də, məsələn Part 1-da 4 kitab var, 4 section üzrə imtahan verirsiniz və o sectionlar üzrə sizə qiymətləndirmə eləyir və historically baxanda ümumiyyətlə pass rate bir 50%-in 50-60% aralığında olanda siz artıq rahatlıqla
əmin ola bilərsiniz ki, qismən əmin ola bilərsiniz ki, artıq imtahanı keçmisiniz. Eyni qaydada da part 2-da 50-60% reytləri aralığında. Amma dediyim kimi xüsusi olaraq pəs reyt yoxdur ki, bu spesifik reytdən artıq yığanda artıq imtahanı uğurlu şəkildə keçmisiniz sayılmır. Bəli, kompüter əsaslıdır və heç bir şəkildə düzdür, şəxsi hesablamalarınız üçün kağızdan qələmdən istifadə edə bilərsiniz, amma ən əsası maliyyə kalkulyatorlarından istifadədir, hansı ki bu CFA-də də bizə lazımdır. Eyni qaydada da FRM-də bəzi kompleks calculationların hesablanması üçün həmin kalkulyatordan da imtahandan əvvəl onlarla işləmə bacarığımızı da inkişaf elətdirməliyik. Zəhmət olmasa detallar barədə qoy bu summary keçim. Deməli, imtahanda 100 sual olur. Test məntiqidir, açıq sual yoxdur. İmtahan müddəti 4 saatdır. Kompüter əsaslıdır və standart bir keçid faizi olmasa da təxmin eləmək istəsək, əgər sualların 60%-dən çoxuna əmin isə ki, düz yazmışıq, keçəcəyimizi aşağı-yuxarı artıq ümid eləyə bilərik. Əla. Zəhmət olmasa level 1, yəni birinci mərhələ və ikinci mərhələ barədə içəriyi, yəni kitabı oxuyanda bizi nələr gözləyir? Bu barədə danışaq. Bu arada yoldaşlar, qeyd edeyim, əvvəlki videolarda da qeyd eləmişdim. Bəzən biz sözləri ingiliscə istifadə edə bilirik, bu sadəcə vərdişdir. Burada məqsədimiz, belə deyək də, mümkün qədər çalışacağıq ki, terminlərin Azərbaycanca qarşılığını verək. Əgər hər hansısa bir başa düşmədiyiniz termin olarsa və yaxud da ingilis dilində söz olarsa, xahiş edib bunu bizə qeyd edin, biz sizə bunu tərcüməsini qeyd eləyək. Tərcüməsini qeyd eləyək. Zəhmət olmasa, indi danışaq imtahan strukturu barədə. Bəli, imtahan strukturu haqqında artıq danışdıq və düşünürəm ki, bugünkü görüşümüzün ən önəmli sualı ola bilər. Ona görə çalışacağam daha detallı və hər bir kitaba az da olsa toxunmağa çalışım. Deməli, bayaq dediyim kimi ümumiyyətlə imtahan 2 leveldan ibarətdir və biz şərti olaraq birinci leveli öyrənmə, ikinci leveli öyrəndiklərimizi, risk menecmentlə bağlı öyrəndiklərimizi tətbiq eləmə hissəsinə bölə bilərik. Başlayaq part 1-dan, hansı ki biz risk menecmentlə ilkin tanışdığımızdır və part 1-ın ilkin kitabı Foundations of Risk Managementdir. Yəni risk menecmentin fundamental bilikləri, belə deyək. Biz orada nəyi öyrənirik? Risk nədir? Risk menecment nədir və risk menecmenti hansı yollarla icra edirik? Məsələn, şərti olaraq orada steplər var ki, first stepimiz bizim identification of the riskdir, hansı ki biz müəyyən edirik, burada risk varmı, yoxsa yox. Measurement of the risk və ya quantification of the risk, yəni biz ona hər hansısa bir monetar dəyər yükləyə bilirikmi? Yes. Sonra mitigate eləmək, mitigate eləyəndən sonra həmin riski periodik olaraq monitoring eləmək. Riski müəyyən elədik, ölçdük, qarşısını aldıq və monitoring etdik. Yes. O bizim risk management, risk mitigation strategiyamızın effektiv olub-olmamasını yoxlamaq üçün ən axırıncı stepimiz periodik olaraq həmin monitoring eləməkdir. Və Foundation of Risk Management birinci kitabda biz həm də o riskin və risk managementdə hansı toollardan istifadə edirik, onlarla bəli, o hansı alətlərdən istifadə edirik, hansı mexanizmlərdən və metodlardan istifadə edirik, onlarla da ilkin tanışdığımız olur. İkinci kitabımız bizim adlanır Quantitative Analysis, hansı ki biz qəbul edirik ki, riyaziyyat və statistika olmadan, statistikanın tətbiqi olmadan bizim hazırladığımız risk menecment strategiyası, onun effektiv olma ehtimalı o qədər də yuxarı deyil. Okay? Ona görə biz ikinci kitabda öyrənirik statistical termləri, statistical konseptləri, ehtimal nəzəriyyəsini, riyazi və statistik termlərin bizim risk management strategiyasına necə apply olunduğunu və burada basic termlərdən, məsələn, average-in hesablanması, medianın hesablanması, standard deviation-ın hesablanması, regression analiz, hypothesis testing, bu tipli ilkin statistik anlayışlardan danışırıq. Üçüncü kitabımız adlanır Financial Products and Markets. Bu nədir? Biz ümumi maliyyə bazarlarında mövcud olan maliyyə alətləri ilə tanış oluruq. Bunlara daxildir səhmlər, istiqrazlar, törəmə maliyyə alətləri, alternativ investisiya vasitələri və həmin maliyyə alətlərinin istifadəsində mövcud olan, həmin alətlərə spesifik olan risklər və banklar və fondlar o riskləri necə idarə edir. Bunlarla tanış oluruq. Və onu da qeyd edeyim ki, bu kitabların çətinlik səviyyəsi saydığım ardıcıllıqla artmağa doğru gedir. Yəni birinci kitabımız daha belə basic, daha anlaşılması rahat olan bir kitabdır. Quantitative Analysis birinciyə nisbətən çətin, üçüncüyə nisbətən daha asandır. Üçüncüdə daha kompleks şəkildə. Bir-birinin ardıdırmı? Yəni
birincini, ikincini oxumaq üçün birincini mütləq oxumaq. Yox, o formada bölgü eləməzdim. O formada ardıcıllıq, bəli, çətinlik, asanlıq bölgüsüdür. Çünki hər 4 kitab tamamilə fərqli şeyləri cover eləyir. Ona görə dördüncü kitaba gəlirik. Həmin kitab artıq bizim birinci leveldə, ikinci leveldə, üçüncü leveldə bayaq dediyimiz buna apply olunur ancaq. Onda öyrəndiklərimizin belə combination şəklində tətbiq olunmasıdır. Onda level 1 3 kitabdan ibarətdir. Düz Yox. Level 1 4 kitabdan ibarətdir. Amma kitabın ikinci leveldə davamı var. Yes. İkinci leveldə artıq birinci leveldə öyrəndiyimiz 4 kitabdan o nəzəri biliklərin praktiki tətbiqi ilə bağlıdır. Dördüncü kitabımız adlanır Valuation and Risk Models, hansı ki biz ilk 3 kitabda öyrəndiyimiz biliklər əsasında Foundation of Risk Management və Quantitative Analysislər əsasında produkt spesifik risklərdən öyrəndiyimiz biliklər əsasında artıq müəyyən bir modellər build eləyirik, modellər develop eləyirik. Həmin modellər nə üçün istifadə olunur? Bazarda, marketdə, maliyyə marketində baş verə biləcək potensial şokların bizə və ya bizim müəssisəmizə nə formada təsiri, müsbət təsiri, negativ təsiri və negativ təsirinə biz hazırlıqlıyıqmı onu ölçür. Artıq bu 4 kitab birinci level əhatə eləyir dediyim kimi və biz öyrənmə mərhələsini yekunlaşdırandan sonra artıq ikinci levela başlayırıq. Hansı ki mənə görə sertifikasiyanın ən önəmli partı budur. Çünki ikinci daha doğrusu leveldan başlayaraq artıq riskdə 4 sahə üzrə şaxələnmə gedir və artıq biz hər kitabda riskin böyük bir kateqoriyasına fokuslanmağa başlayırıq. Bu böyük kateqoriyalar hansılardır? Market risklər, yəni bazar riskləri, kredit risk adı üstündə, yenə də kredit riski, operational risk, yəni əməliyyat riskləri və ən sonuncu liquidity and treasury risk, hansı ki bizim likvidlik və xəzinəmizlə bağlı olan risklərin idarə edilməsi ilə bağlıdır. Bunlar kitab adlarıdırmı, yoxsa sadəcə bölmələrdir? Həm bölmələrdir, həm də kitabların ilk 4 kitabın, Part 2-nun dediyim kimi 6 kitabı var. Onun ilk 4 kitabı bu riskin 4 böyük kateqoriyasına fokuslanır. Bunlar 4 dənə kitab adı. Market, credit, operational and liquidity. Bəli, liquidity and treasury risk. Qısa olaraq hər biri haqqında məlumat verim. Onu birazdan soruşaram. Geri qalan 2 kitab nə ilə bağlıdır? Geri qalan 2 kitab risk management və investment managementdir. Hansı ki biz investisiyaların idarə edilməsində hansı tip risk mitigation strategiyalarından istifadə edirik. Ən sonuncusu isə nisbətən daha az həcmli və imtahanda da daha az düşmə ehtimalı olan current issues in finance and risk management. Yəni son zamanlar baş vermiş hər hansısa bir crisisin, hər hansısa bir pandemiyanın olmuş ola bilər. Bunun bizim risk managementə və finance sferasına təsiri. Ümumiləşdirsək, 2 levelimizin birinci levelində 4 dənə kitabımız var. Birinci kitabımız ilkin tanışlıq, foundation, risk nədir və s. giriş xarakteri daşıyır. İkinci kitabımız quantitative və statistical prosesləri bizə öyrədir. Üçüncüsü financial products, derivativlər, maliyyə alətləri və s. bunlardan danışır. Birinci levelin 4-cü kitabında isə risk modellərin developmenti deyə bilərikmi, yoxsa yoxlanılması? Nəzəri şəkildə onlar necə develop olunur və nə üçün istifadə olunur? Nəzəri olaraq risk modelləri, risk yanaşmaları, analizləri necə develop olunur və necə tətbiq olunur nəzəri şəkildə. İkinci levelimizdə hansı ki praktiki leveldir, praktiki mərhələdir. Level 1-i keçməmiş 2-yə keçmək olmur. Level 2-də 6 dənə kitabımız var. Birinci kitab sadəcə sadalayıram, bunlar mütləq ardıcıllıqlar deyil. Market risk, credit risk, operational risk, liquidity and treasury risk. Geri qalanları risk və investment və risk management bunlardan danışır. 6 cəmi kitabımız var və level 2 əsasən tətbiqi məsələlərdir. Çox bunların detallarına düşmədən sadəcə 1-2 cümlə ilə market risk nədir, credit risk nədir, operational liquidity bunlardan ümumi məlumat verək. Daha sonra isə ümumi sertifikasiyaya dəstək olan suallarla bağlı soruşacağam. Çox detal verməyə, çünki izləyicilər çox güman ki, hələ ki sertifikasiyaya başlamayıblar və biraz mövzudan kənar ola bilər. Ümumi məlumat verək zəhmət olmasa. Ramin bayaq bir məqamı xatırlatdı, mən unutdum onu bildirməyi. Hansı ki biz FRM level 1 part 1 imtahanını verməmiş ikinci imtahanı götürə bilmirik. Hansı ki bəzi işçilər, tələbələr deyim, ümumiyyətlə imtahana hazırlaşmaq istəyənlər fikirləşirlər ki o 2 imtahanın ikisini də birdən götürməyi və ya bəzən
ikinci level daha maraqlı gəlir. Bir ikincini götürmək istəyirlər prosta. Çünki məsələn ACC-də elə bir şey mümkündür ki, məsələn F1, F2, F3 okey basic levelda verirsiniz, amma məsələn F5-i vermədən də F9-u verməyimiz mümkündür. Amma FRM-də elə bir şey mümkün deyil. İkinci olaraq hər bir kitaba bir-iki cümlə ilə toxunsaq, market riskləri ümumiyyətlə bazarda baş verən hadisələrin, dəyişikliklərin bizə və bizim müəssisəmizə necə təsir elədiyini yoxlayırıq. Dəyişikliklər deyəndə bu faiz dəyişiklikləri ola bilər, valyuta məzənələrindəki dəyişiklik ola bilər, commodity price-dəki dəyişiklik və səhm qiymətlərində, stock price-da olan dəyişikliklər. İkinci olaraq kredit risk, yəni bankların və ya investisiya müəssisələrinin müştərilərə ayırdığı kreditdə hər hansısa bir geri ödəniş riskinin olub-olmaması ilə bağlı qiymətləndirmələrdən söhbət gedir. Üçüncü, operational risk, bizim müəssisənin daxilində hər hansısa bir texniki problemin, insan xətasının ya da fırıldaqçılıqla bağlı olan risklərə müəssisə nə dərəcədə hazırdır və nə dərəcədə dözümlülüyü, risk appetiti var. Və dördüncü kitab Liquidity and Treasury Risk Management adətən belə sadə sözlə desək, müəssisənin balans şitinin idarə edilməsi ilə bağlıdır ki, biz aktivlərimizi və öhdəliklərimizi elə bir formada idarə edə bilək ki, öhdəliklərimizi icra etmək vaxtı gələndə əlimizdə kifayət qədər resurslar olsun ki, biz əlavə bir borclanma eləmək məcburiyyətində qalmayaq. Yes, o da dediyim kimi investisiya strategiyalarının formalaşmasında hansı metodikalardan istifadə edirik və son kitab Current Issues in the Risk Management, dediyim kimi pandemiyanın və ya 2008-ci il Financial Crisis-in, 2023-cü ildə iki böyük US bankının bəli aktual krizislərin risk menecmentə təsiri və regulatorların onlardan nə dərs çıxardığı ilə bağlı bizə anlayışlar aşılayır. Əla, təşəkkürlər, çox sağ ol detallı məlumat üçün. İndi keçək texnik olmayan suallara. Birinci sual, sertifikat kimlər üçündür? Yəni kimlər bu imtahana hazırlaşmalıdır? İkinci, gözləntiləri nə olmalıdır və olmamalıdır? Zəhmət olmasa bu barədə. Okay, çox sağ ol Ramin. Ümumiyyətlə dediyim kimi risk menecment bir növ həm risk menecment, həm maliyyə sahəsi bir növ çox şaxəli bir sahədir və əsas hədəf bazası nəzərdə tutulub bank işçiləri üçün və ya bankda çalışmağı istəyən və o sahəyə shift eləməyi nəzərdə tutan namizədlər üçün nəzərdə tutulub. Bunlara daxildir kredit analitikləri və ya bankın daxilində digər financial analitiklər və bayaq saydığımız o 4 böyük riskin kateqoriyası, bunlar hər biri böyük bankların əksəriyyətində hər biri ayrıca şöbələrdir və hər birinin 1000-ə yaxın işçiləri ola bilər və həmin sahədə işləyən və ya işləmək istəyən namizədlər üçün nəzərdə tutulub. Əlavə olaraq regulatorlar, hansı ki US-də bu Federal Reserve FED-dir, Avropada məsələn Bazel'dir, ECB-dir, hansı ki European Central Bank və digər ölkələrin mərkəzi bankları olmuş olsun. Onlar da bankların supervisionu ilə məşğuldur deyə və risklərinin qiymətləndirilməsi günlük, aylıq, illik reportların alınması ilə bağlıdır deyə həmin belə deyək müəssisələrdə də çalışmaq istəyənlər üçün nəzərdə tutula bilər. Əlavə olaraq internal auditləri deyə bilərəm, hansı ki onlar da risk managementin third line of defense-idir. Hansı ki bir neçə yoxlamadan keçəndən sonra final yoxlamanı internal auditləri verir adətən. Ona görə onlar da risk managementin bir parçası olduğu üçün bu FRM sertifikatı onlar üçün də applicable ola bilər. İcazə ilə ümumiləşdirmək istəyirəm. Kimlər üçündür sualına cavab? Əsasən banklarda çalışmaq istəyən şəxslər, regulativ qurumlarda, regulativ dediyimiz yəni tənzimləyici, nəzarət mexanizmi, nəzarət funksiyası həyata keçirən qurumlar, Mərkəzi Bank, Auditorlar Palatası, Maliyyə Bazarlarına Nəzarət Palatası və s. bu kimi qurumlar, Bazel, yəni bu yerləşdiyi region və ölkədən asılı olaraq adları dəyişə bilər, amma funksiyaları oxşardır. Bu şəxslər və internal auditdə çalışmaq istəyən şəxslər də işinə yaraya bilər, amma əsasən bank. Bank daha çox. Bir mənalı demirik, daha çox. Bir də zəhmət olmasa ikinci suala toxunaq. Gözləntilər nə olmalıdır və nə olmamalıdır bu sertifikasiyadan? Gözləntilər ümumiyyətlə sertifikata hazırlaşmamışdan əvvəl əgər sizin maliyyə backgroundunuz varsa, risk sahəsində də müəyyən ümumi bilikləriniz olmuş olur. Birinci gözləntiniz həmin o sertifikata hazırlaşandan sonra və ya imtahanı uğurlu keçəndən sonra həmin o ümumi biliklərinizin müəyyən strukturlaşdırılmasıdır və bir-birinin arasında interconnection, bir-birinin arasındakı əlaqəni artıq anlaya bilirsiniz. Elə olanda həmin o konseptləri də yadınızda saxlaya bilirsiniz. Dediyim kimi kitab sizə həm də onların praktiki tətbiqini də göstərir deyə yadda saxlamaq və gələcək işlər
biliklərinizdə də özünüzün də tətbiq eləməyiniz sizin üçün daha rahat olur. İkinci olaraq artıq biliklərinizin belə deyək, external bir body tərəfindən validate olunmasıdır. Düzdür, psixologiyada kifayət qədər yaxşı qarşılanmasa da external validatora ehtiyac. Amma maliyyə sahəsində və ya corporate sahədə sizin biliklərinizin və bacarıqlarınızın digər bir qlobal sferada təsdiq edən bir sənədin olmasıdır əlinizdə. Siz hansı ki bununla bağlı da ümid eləyə bilərsiniz. İkinci məqam, daha doğrusu üçüncü məqam onu deyə bilərəm ki, bu Glassdoor-un da, Payscale-ın da belə bir statistikası var ki, FRM sertifikatı olan bir çalışan, işçi belə deyək, eyni pozisiyada olan, yəni həmkarından, hansı ki onun sertifikatı yoxdur, müəyyən bir faizlə daha yuxarı kompensasiya alır. Həm vəzifə artımı ehtimalını artırır, həm compensational change, hansı ki gələcəkdə maaş artımı gözləntilərini də həmin sertifikat sahəsində qarşılaya bilər. Digər bir üstünlük və ya gözlənti ola bilər ki, siz artıq məsələn Azərbaycanda çalışırsınızsa bu sertifikat sahəsində Avropadan və ya digər xarici bir şirkətdən, Avropada fəaliyyət göstərən və ya digər bir ölkələrdə fəaliyyət göstərən şirkətlərdən job offer almaq ehtimalınız da artır. Çünki artıq həmin o şirkətlərin posting elədiyi positionlarda requirementlara baxsaz, FRM və CFA-yə üstünlük verdiyini, hansı ki risk management və finance sahəsi üzrə iş elanlarında FRM və CFA-yin arzu olunan olduğunu da görə bilərsiniz. Ümid eləməli olduğumuz məqamlar bunlardır. Ümid eləməməli olduğumuz məqamlar adətən, məsələn, bəzi insanlar xüsusi bacarıqlarının, xüsusi yaddaşlarının olduğunu düşünür və fikirləşir ki, normalda insanlar 6 aya hazırlaşırsa, mən 1-2 aya, 2 ay yarıma hazırlaşıb uğurla keçə bilərəm bu imtahanı, hansı ki, düzdür, belə bir xüsusi exceptional case'lər var, amma əksər hallarda nə qədər az hazırlaşsaz imtahandan keçmə ehtimalınız o qədər də azalır. Ona görə məsləhət görərdim ki, standart olan o 250-300 saatlıq müddətə və ya period olaraq gün ərzində 1-2 saat hazırlaşa bilərsinizsə, 6 ay müddətində ən azından hazırlaşmağınızı məsləhət görərdim. İkinci, ən önəmli məqam, FRM sertifikatı təklikdə nə sizə əlavə bir, yeni bir iş tapmaq, daha yaxşı bir iş tapmağı vəd eləmir, nə də daha yüksək salari vəd eləmir. Təbii ki, bəli, daha yuxarı bir maaş vəd eləmir. Çünki siz artıq bu FRM sertifikasiyasından olan biliklərinizi, ola bilər ki, sertifikatı pəs eləmişsiniz, amma oradan öyrəndiyiniz bilikləri ya yadınızdan çıxarmısınız, ya da öyrəndikləriniz prosta nəzəridir, artıq onların praktiki tətbiqini bilmirsiniz. Bu ola bilər. Bəli, buna da ümid eləməyək. Onda ümumiləşdirsək, zəhmət olmasa, səhvim olsa düzəldərsən. FRM sertifikasiyası kimlər üçündür? Bankda çalışmaq istəyən, regulyativ qurumlarda çalışmaq istəyən və biraz da internal auditə yönəlmək istəyən şəxslər üçün ola bilər. Gözləntilərimiz nə olmalıdır? Yaxşı CV, CV-mizə bəzək, belə deyək. Özgüvənimiz, bildiyimiz bilginin rəsmi şəkildə təsdiqi və statistik olaraq inanmağımıza əsasımız olan daha yaxşı maaş və daha yaxşı vəzifə artımı. Yoldaşlar, bu Bəxtiyarın qeyd elədiyi gözləntimiz nə olmamalıdır hissəsində xüsusilə vurğulanır ki, sertifikat sizə bunu vəd etmir. Sadəcə ehtimalı artırır. Ümumiyyətcə heç bir sertifikat bunu vəd eləmir. Digər videolarda da qeyd eləmişik. Yəni biz, mən və ya Bəxtiyar və ya digər yoldaşlar tək sertifikat alaraq iş tapmırlar. Əlavə olaraq digər bacarıqlarımızı da inkişaf elətdirməyimiz lazımdır ki, biz də hal-hazırda üzərimizdə işləyirik. Yəni tək sertifikat alıb yerimizdə dayanmaq lazım deyil. Təşəkkürlər bundan bağlı məlumat üçün. İmtahana başlamamışdan qabaq məndə hansı bacarıqlar və ya biliklər olmalıdır ki, mən deyim ki, mən bu imtahana ən azı başlaya bilərəm. Bura vaxt da aiddir, nə bilim, Excel bilgiləri də, ingilis dili də, baza, maliyyə və s. Bu nüanslara toxunaq, punkt-punkt. Adlarını çəkək zəhmət olmasa nələr olmalıdır? Mütləq. Okay. Dediyim kimi, bayaq dediyim o standart 6 aylıq period nəzərdə tutulub müəyyən qədər maliyyə backgroundu olan və bəzi terminlərlə FRM-də tanış olmayacaq olan insanlarla. Hansılar ki, məsələn, mən artıq financial statementlərlə bağlı məlumatlıyam, müəyyən basic səviyyədə də olsa Excel biliklərim var, ingilis dili səviyyəm oxuduğumu kifayət qədər dərk eləyib və mənasını başa düşməyimə imkan verir bu tipli basic və ya ACC-dən olmuş ola bilər, ya universitet proqramlarından olmuş ola bilər. Biz artıq
həmin o maliyyə hesabatlarını və maliyyə məhsulları ilə bağlı ilkin biliklərə sahib olmalıyıq. Bir də məsələn ACC-in F7 sertifikatında müəyyən standartlar var. Tutaq ki, deyirəm, provisionin tətbiq olunmasını tələb edən standartlar. Həmin standartla bağlı ümumiyyətlə FRM-də danışılmır, amma kredit risklərinin hesablanmasında base eləyirlər həmin standartlara. Ona görə ACC-dən olan biliklərin də olması arzu olunandır. Təbii ki, bunlar olmasa da bir ciddi bir problem deyil. Sadəcə olaraq sizin imtahana hazırlıq müddətinizi bir növ biraz artırmış olacaq. Olması. Hə, bu bilgilərin olmaması. Çünki həmin o standart çıxanda siz avtomatik məsələn oxumağa davam eləmək yerinə bir yarım saat, 1 saat əlavə araşdırma edib həmin standartın tətbiqi ilə bağlı özünüzdə anlayış formalaşdıra bilərsiniz və ya tutaq ki, bir stokla və ya bondla bağlı, səhm və ya istiqrazla bağlı müəyyən bir riskin calculation'ını göstərir sizə. Siz amma stok və ya bond ümumiyyətlə nədir, options nədir, futures nədir, bunlarla bağlı heç bir məlumatınız yoxdur. Artıq o əlifba biliklərini, basic biliklərini siz bilmiş olmalısınız ki, bu imtahanda daha çox vaxt itirməyəsiniz. Onda ümumiləşdirsək, mütləq imtahandan keçməyimizi garantiya almağımız üçün tövsiyə elədiyim müddət 6 aylıq bir period, imtahandan əvvəl 6 aylıq periodumuz lazımdır. İngilis dili mütləq, çünki imtahan ingilis dilindədir. Sonra baza maliyyə mühasibat bilgiləri, sıfırdan başlamaq tövsiyə edilmir, belə deyək də, işiniz biraz çətin olacaq. Sıfırdan da başlaya bilərsiniz, amma işiniz biraz çətin ola bilər və təbii ki, həvəs. Maddi məsələləri bayaq qeyd elədik. Bildiyim qədər səndə müəyyən ACC paperlər də var. F3, F7, F9. Orada öyrəndiyim bilgilər bayaq xüsusilə qeyd elədin ki, məsələn, bəzi standartların tanışlığı işinə yaramışdı. İndi müqayisə eləsək, təbii ki, sənin sahəndə bir mənalı FRM-i səsləndirəcəksən. Əsas müşahidə elədiyin fərqlər nələr oldu? Yəni, ACC nəyə fokuslanmışdı? Bilirik, məlum məsələ, ACC mühasibata fokuslanıb, FRM riskə fokuslanıb. Amma oxuma prosesində nə kimi fərqlər hiss elədin? Yəni, bu kitabların bilginin strukturu necə bölünüb burada? Mənə görə tam belə geniş perspektivdən baxanda ACC-in paperları, hansı ki F3-lə F7-ni daha çox deyək, bizə financial statementslərin və ya internal məqsədlər üçün istifadə olunan o managerial reportinglərin hazırlanması və hazır hala gələndən sonra qismən onlara baxıb qərar verməyimizi öyrədir. Amma FRM-də necədir? FRM-də artıq biz elə nəzərə alırıq ki, analiz elədiyimiz, riskini qiymətləndirdiyimiz şirkətin maliyyə reportları artıq hazırdır, hazır vəziyyətə gətirilmişdir. Və həmin o maliyyə reportları əsasında biz müəyyən qərarlar verib risk management və ya risk mitigation strategiyalarımızı formalaşdırmağımızla bağlıdır. Bunu qeyd eləyə bilərəm. Məsələn, F9-a gəldikdə isə F9 daha çox finance yönümlüdür, amma orada məsələn hər hansısa bir riskləri hedge eləmək üçün bizim müəyyən bir instrumentlər təklif edir ki, tutaq ki, biz hər hansısa bir məhsulun qiymətindəki gələcəkdə qiymətində ola biləcək potensial qalxmanı hedge eləmək üçün derivativlərdən istifadə edirik. Amma həmin o derivativlərdə involve olan risklərin hansı risklər mövcuddur, produkt spesifik risklərdən söhbət gedir. Onlarla bağlı çox detallı diskussiyalar aparılır. Amma FRM-də demək olar ki, hər produktun, hər derivativin özünə aid xüsusi bir ən azı bir və ya bir neçə də ola bilər çapterlər həsr olunub, hansı ki, produkt spesifik risklərin analizi və mitigationu ilə bağlıdır. Təşəkkürlər. Bəxtiyar, indi sənə random suallar verəcəm, təsadüfi suallar verəcəm. Heç bir hazırlıq aparmamışam buna görə. Ağlıma gələn suallar verəcəm, təxmini qeydlərimə əsasən. Cavablarına izah ehtiyac yoxdur. Sadəcə ya hə və ya bəli və ya xeyr, ya da ki, iki cavabdan birini seçəcəksən. Başlayaq. FRM verməyə dəyərmi? 100% dəyər. Çəkdiyim xərcə dəyərmi? Dəyər. İmtahana 4 ay hazırlaşıb sıfırdan keçə bilərəmmi? Kifayət qədər İzahsız. Keçə bilərəm. ACC yoxsa FRM? İlk ağlına gələn cavabı ver. FRM təbii ki. Bəs yaxşı, universitet təhsili yoxsa FRM? Yenə də təbii ki, FRM. Sonra başqa nə sual verə bilərəm? Bəli, yaxşı sualdır. CF yoxsa FRM? Yenə də FRM. Hələ ki bu qədər. Başqa ağlıma bir sual yoxdur.
Təşəkkür edirəm Bəxtiyar. Vaxt ayırdın, kifayət qədər dolğun məlumat verdin. Ümumiləşdirsək, əvvəlcə nədən danışdıq? FRM sertifikasiyası nədir? Risk sahəsinə yönəlmək istəyən şəxslər üçün, peşəkarlar üçün nəzərdə tutulmuş beynəlxalq səviyyədə bir sertifikatdır. İmtahanı Bakıda da vermək mümkündür. 2 leveldən ibarətdir. Hər iki imtahan 100 sualdan ibarət olmaqla 4 saat təşkil eləyir. Kompüter əsaslıdır. Testlər əsasında imtahanı veririk. Təxminən 60 və ya üzəri yığsaq, keçdiyimizi güman eləyə bilərik. Standart bir keçid faizi yoxdur. İmtahana başlamaq üçün əvvəlcə ilkin qeydiyyat lazımdır, $400. Hər bir mərhələ üçün $600 olmaqla xərcimiz çıxır. Əlavə olaraq təqribən $200 civarında illik üzvlük haqqımız var. Sertifikat beynəlxalq dərəcəlidir. Amerikada daxil olmaqla demək olar ki, dünyanın hər yerində tanınır. Karyerasını banklarda, regulativ qurumlarda, internal auditdə qurmaq istəyən şəxslər üçün əvəz olunmaz yox, mükəmməl sertifikatlardan biridir. Və sözsüz ki, maaş, CV və şəxsi özgüvəninizə kifayət qədər müsbət formada təsir eləyəcək bir sertifikatdır. Əlavə eləmək istədiyin videoya baxacaq şəxslərə, xüsusən də yəqin ki, tələbələrə, düşünürəm ki, artıq peşəkar karyerasına artıq müəyyən nöqtəyə gəlmiş şəxslər qərarlarını veriblər. Tələbələrə ümumiyyətcə indiyənə kimi öyrəndiyin təcrübələrdən nə tövsiyə eləyərdin ki, bax, sən tələbə vaxtı bunu bilmirdin, amma indi bilirsən, vaxt varkən başlayardın, bunu eləyərdin, bu addımları atardın. Sertifikasiya ilə bağlı olmasın, sadəcə bir bəxtiyar olaraq, bir peşəkar olaraq onlara bir nə tövsiyə verərdin? Təbii ki, peşəkar deyəndə yoldaşlar, biz burada belə deyək də təvazökarlıqdan uzaqda olsa, müəyyən nöqtəyə gəlib çatdığı üçün bəxtiyara deyirəm, biz də öyrənirik, biz özümüzü mükəmməl saymırıq. Sadəcə müəyyən bir addımlara gəlib ən azı bu yaşında 24 yaşı var, Avropada çalışır, sertifikasiyalarını verib. Düşünürəm ki, öz yaşına və addımlarına görə peşəkar adlandırılmaq haqqı var, amma yenə deyirik, biz yenə səsləndirirəm. Burada məqsəd, biz hər şeyi bilirik, kifayətdir, biz bu işin zirvəsindəyik, mənasında demirik. Zəhmət olmasa təcrübələrini və məsləhətlərini addım-addım bizə baxacaq tələbələr üçün xüsusən də nələri məsləhət eləyərdin? Ümumiyyətlə, risk sahəsinə yönəlmək istəyən tələbələr üçün onu demək istəyərdim ki, bu sertifikasiya proqramlarını daha geniş şəkildə araşdırmağı və kitablarını, içəriklərini, hansı biliklərin onların gələcək karyera planlarına daha uyğun olduğunu define eləyib, sonradan hazırlaşmağı müəyyən edib, bəli. Yəni nə istədiklərini müəyyən edib. Bəli. Çünki bu istər ACC olsun, CFA olsun, FRM olsun, kifayət qədər maliyyə resursu və kifayət qədər enerji və kifayət qədər vaxt alır. Bunların waste olunmaması üçün əvvəlcədən nə istədiyinizi bilməyi və ikinci olaraq artıq siz sertifikata hazırlaşmısınızsa, bu hazırlaşmağa qərar vermisinizsə, o deməkdir ki, universitet biliklərindən kifayətlənmirsiniz. Dediyim kimi, universitet bilikləri bir neçə sahəyə fokuslanır, amma bu sertifikasiya proqramları isə sizi daha spesifik sahələrdə ixtisaslaşmağınıza yardımcı olmuş olur. Üçüncü məqam kimi, təkcə maliyyə və iqtisadiyyat bu sahələrə belə deyək də, bu sahələr üzrə texniki və praktiki bilikləri əldə eləmək artıq kifayət deyil, 100% sizə kifayət eləmir. Bundan əlavə olaraq data science tool'lar olmuş ola bilər, hansı ki siz Python'da və ya R-da bayaq saydığım statistical metodlardan və statistical konseptlərdən, ehtimal nəzəriyyələrindən və digər o riyazi hesablamalar, riyazi düsturları həmin o R proqramında, Python proqramında və ya digər programming, statistical tool'larda istifadə eləməyə, öyrənməyimiz daha arzu olunan olardı. Çünki bayaq Ramin sən də dediyin kimi, mən universitet vaxtı bunların bu qədər önəmli olduğundan məlumatlı deyildim və daha çox fikirləşirdim ki, o programming tool'ları IT sahəsinə yönəlmək istəyənlərə və sırf datalarla işləmək istəyənlər üçün daha çox arzu olunandı. Amma hal-hazırda indiki çalışdığım şirkətdən postingindəki iş pozisiyalarına da baxıram və ya ümumiyyətlə LinkedIn-də gələn bəzi iş təkliflərinə də baxıram. Requirementların içərisində ən azı o texniki biliklər qədər bu programming və ya statistical tool'lardan istifadə bacarıqları da kifayət qədər önəmlidir. Bəs texniki bacarıqlardan əlavə nə tövsiyə edərdin? Təbii ki, bu dediyim kimi IT deməyək də onu statistical tool'lardan istifadə eləməyi, texniki bacarıqları inkişaf elətdirməyi və üçüncü ən önəmli səbəblərdən, daha doğrusu xüsusiyyətlərdən biri də soft skill'lərdir. Hansı ki biz
istər müsahibədə olmuş olsun, istər müsahibəni keçəndən sonra iş həyatında olmuş olsun, biz komanda ilə işləmə bacarığımızı göstərməliyik, vaxtın idarə edilməsi bacarığımızı göstərməliyik. İstənilən bir hər hansısa bir case ortaya çıxsa, həmin case'i manage eləyəndə biz leadership bacarıqlarımızı da göstərdiyimizi, istər kolleqalarımız olmuş olsun və ya müsahibədə case study təqdim olunsa, o bacarıqlarımızı da göstərməliyik və ən önəmli bacarıq soft skilllərdən biri məncə araşdırma qabiliyyətidir. Çünki istənilən iş yerində təbii ki, siz 100% hər şeyi bilmiş olmayacaqsınız və hamısını da bilmədiyinizin hamısını ya kolleqalarınızdan ya menecerinizdən soruşmağınız qəbahət deyil, amma özünüz araşdırıb bir nəticəyə gələ bilirsinizsə, təbii ki, çox vaxtınızı alacaqsa bunu kimdənsə soruşmağınız daha effektivdir. Amma qısa bir müddətdə araşdırılıb tapması da mümkündürsə, onu özünüz eləməyiniz daha arzu olunandır. Ona görə qısa olaraq sum up eləyəsi olsaq, ümumiləşdirsək, texniki biliklər buna aiddir. Ya FRM, ya CFA sertifikasiyasından ya da universitet proqramlarından aldığımız biliklər, statistik toollardan, yəni Pythondan, R-dan və ya digər SAS olmuş olsun, SQL olmuş olsun, bu toolları istifadə eləmə bacarığı və soft skillləriniz. Bu üçünün birlikdə bir kombinasiyasını yaratsa, siz artıq istər Azərbaycan bazarında, istər qlobal bazarda artıq rahat axtarılan bir işçi və bir kandidat olmuş olursunuz. Çox sağ ol Bəxtiyar. Dəyərli vaxtın üçün, məsləhətlərin üçün, belə deyək də, 24 yaşa qədər yığdığın bilgiləri bizə, yəqin ki, videomuz artıq 1 saata yaxın olacaq. 1 saat içərisində kino kimi bizə təqdim elədin və əminəm ki, bu videodan içmən qarışıq hamımız faydalanacağıq. Mən özüm faydalandım. Təşəkkür edirəm buna görə, xüsusən də vaxtına və detalları səmimi, detallı şəkildə bölüşdüyünə görə. Siz də çox sağ olun yoldaşlar, videonu izlədiyiniz üçün. Zəhmət olmasa, hər hansısa bir sualınız yaranarsa, şərh bölməsində qeyd eləyin. Əminəm ki, və mən, eləcə də Bəxtiyar, bu sahədə əlimizdən gəldiyi qədər inkişaf eləmək istəyən, bildiklərimizi bölüşməyə hazırıq şəxslər üçün. Sual verməkdən çəkinməyin, araşdırın. Uğurlar hər birinizə. Sağ olun. Sağ olun. Sağ olun.